Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Cəhalət mühəndisliğinin 267-ci bölümün başlayıram. Dünən 3 kitaba göz atdıq azdan çoxdan və türk dilində 3 dənə kitabla tanış olduq. Birincisinin biraz çox ərəbisi olduğuna görə onu oxumadıq. İkincisi də öncədən Xosrow şiirini oxumuşduq. Üçüncüsü bir calib kitab idi. İndi baxım görüm mən o nədən isə zehnimdə qalmayıbdı onun adı. Əlbəttə gərək yazmış da olaydım, amma birincisi Fətavai Fiqhidir ki, o Əhl-i Sünnətin fiqhi məsələlərinə görə onu tapdıq və ondan biraz oxuduq. Fətavai Fiqhi Əhl-i Sünnət. Xosrow şiirini də ki, dilit elədik çünki idi və calibdir. Ondan sonra bu birisi nə idi? Ona heç yadımda deyil ki, üçüncüsü nə idi? Ki ondan da çox oxuduq, azdan çoxdan oxuduq biraz, amma zehnimə gəlmir. Quran, türkcə Quran ki, türklə ərəbcə onu da oxuya bilmədik əlbəttə. Bunu deyim ki, çünki mənim türkcəm zəif idi və Quran çox ciddi bir türkcə ilə tərcümə olubdur. Biraz da əl yazısı fərqli idi, ona görə onu oxuya bilmədim. Burada o Quranı görürük. Onun üçün mən onun da adını dəyişdirim. Burada ki, bəlli olsun biz onu da oxuduq. Quran, Türkçe, Ərəbi. Tamam. Quranın da nə qaldı, onu da yazaq təzəşdən. Tamam. Məsnəvi xərabat türkçe. Bu günləri bunu açıq görək ki, türk dünyasından taza bir dil və dil uyğarlığı və belə yazı uyğarlığının hansı uzmanlıq sahəsində kitabla tanış oluruq. Quran bilirsiniz, İslam dünyasında ən önəmli kitabdır zahirdə. Yəni müqəddəsdir. O qədər müqəddəs eləyiblər ki, qoyublar uca bir yerə, şüşüyə qoyublar, zindanə eləyiblər, insanların əli ona çatmır. Bunu da mollalar eləyiblər, heç kəs eləməyibdir. Milləti adinin onun əlində, Qarayaxanın heç ona təsiri yoxdur. Məsnəvi də məmulən məsnəvilərdən məşhur məsnəvi ki, tanırıq. Normalda Moləvinin, Həzrəti Mövlana Cəlaləddin Ruminin kitabıdır. Onu çox tanırıq, amma gedək görək ki, bugünkü bu məsnəvi ki deyir, özü də adını qoyub xərabati türkçe. Xərabati nə deməkdir? Türkünü ki bilirik. İndi görək bu nədir? Kitabın əvvəl cildinə baxırıq. Görünən çox nəqşəsi var imiş, amma zaman içində xarab olub gedibdir. Üstündə nəqşəsi var, ortasında, qırağında haşiyəsi filanı zadı. Çox gözəl nəqşələri var imiş, görsənmir. İkinci səfər cildi belə çeviririk. Cildin içində bir kağız yapışıqdır. Görürük ki, yazılıdır. Cildin dibinə əgər baxsaq, görürük ki, ortadan, o vəsətdən, ortası ki, ora şirazədir. Şirazə yəni bir şey ki, bir-birinə yapışdırır. O yapışan yer şirazə cırılıbdır. Onu da görürük. Bu kitab 426 səhifədən ibarətdir. Elə üstünün üstündə yazıb ki, Məsnəvi xərabati. Bu da ikinci, yəni əslində birinci səhifədir. Yəni cildə yapışan yox, o birisi səhifəni görürük ki, belə bir ad yazıblar. Elə əslində ikinci səhifədən Bismillahirrahmanirrahim deyə başlayıbdır yazmağa. Kitabın görürsünüz, su geçibdir, qırışlanıbdır, yəni əzilibdir, kitab vərəq əzilibdir. O su geçmədəndir, ortadan görsəz cırılıbdır, çürmaqlarını görürsünüz. Həm bunu cildidə görürük, çürüyübdir, həm də burada. Kitabın xətti əl yazmadır, çox qədimi xətti və
çox özəl xəttdir. Niyə özəldir? Çünki bunu yazan dünyada bir adam təkcə odur və onun necə ki əlinin, barmağının ucunun izi, gözünün rəngi, hər şey təkdir dünyada, elə əl yazısı da ona tay təkdir. Səfələri çeviririk, aynı xətt ilə davam edir. Görürük ki, fəslidən fəslə bir qonudan ayrı qonuna keçəndə həm ad yazıbdır, həm də adın altında xətt çəkib ki, bəlli olsun burada bir ayrı. Əlbəttə bu səfədə məsələn görürük ki, o xətti çəkməyib. Elə yazıb mən münacat çəkməyibdir. Amma burada görürük ki, zahirən kağız cırılıbdır. Bu kağızı kəsiblər, qoyublar bir ayrı kağızın üstünə. Mən belə görürəm. Bəlkə də yanlış görürəm, amma mənə belə gəlir ki, kitabın kağızın tiğı ilə kəsiblər, bir kəsər ilə hər nəymiş onunla kəsiblər, yapışdırıblar bir ayrı kağıza ya da ki qoyublar orada o cürsü. Və bunun arxa tərəfində də bir ayrı kağız yazı, elə həmin yazını görürük. Bəlkə onun davamıdır, bəlkə davamı deyil. Baxmaq olar ki, görək nədir. Yəni oxumaqla bilmək olar. Xətt sabit vəziyyətdə gedir. Burada görürük ki, biraz da su tökülübdür. Xəttin rəngi də qatışıbdır. O da görsənir. Bu fəslidə gönül nədir ziyadi yığmaq. Belə bir şey görürəm. İndi əcəba bu nə deməkdir? Bu kitabın hətta o sözlərinin başlığı da Türkçə Dərbəyani Səbri, onu dedik, burası farsı oldu, amma baxın, Dərbəyani Səbri və bi səbrilarını isturlar. Dərbəyani səbru, yəni yarı türkü, yarı farsı olubdur. Burada özə cür gəlmir türkü, farsı türkünün içinə girəndə cür gəlmir, cümlə xarab olur. Zahirən bunların bəzisini vaxtında yazıblar, yəni kitab yazılanda yazıblar. Əlbəttə ayrı xəttinə və ayrı qələmlə yazılıbdır. O ortada yazılanlar. Yerində bunu görürük. Onun üçün bəzi yerdə ona yer var, bəzi yerdə yer yoxdur. Burada da kitaba su tökülübdür, rəngin qırmızısı çıxıb eşiyə, yəni burada cöhərdə biraz qırmızılıq var, o çıxıb eşiyə. Dərbəyani nəmini kitab, Dərbəyani çənd sahibi kitab. Ehtimalən bu səfəni yazaq, burada 59 yadımızda olsun, burada heç olmasa buranı oxumalıyıq, görək ki, kitabı yazan kimdir. Bu fəsldə nəsihət əhli danalarını isturlar. Mən bəzən indi bu son zamanlarda o birisi türklərin də ki, çox tanımırıq, bizim gəlgedimiz olmayıbdır. Qırğızlar, Qəzzaqlar, bunların da o cür, yəni o tərəfdəki quzey və doğu quzeydə olan türklərin dillərinə hərdən qulaq asıram, görürəm ki, adam baş tapır, amma biz ta onları qulaq asmayaq bir müddət, onların oxumaqları bizə əcib gələr, yəni yazmaqları bizə əcib gələr oxuyanda. Onun üçün də mən yadıma gəlir, bəzi kitablar oxuyanda biraz çox şeyə düşürdüm ki, bu niyə belə yazıbdır. Mən kitab üçün 440 səhifədir, bunu biraz sürətini çoxaldım. Gedək, oradan buradan biraz bir səhifəsinə baxaq, bir-iki səhifəsinə. Fəqət elə bu vəziyyətdə görək kitab şansımıza çıxsa da, yəni Allaha şükür, yəni kitab çox da pis olmayıbdır, yəni çox da məhv olmayıbdır, aradan getməyibdir, orası yaxşıdır. Bu bizim ədəbiyyatımızdır, bu bizim düşüncəmizdir, bu bizim anlayışımızdır. Normalda məsnəvilərdə hər şey mövzu haqqında söz olur. Yəni nağıl hekayədir də əslində, nağıl hekayə olduğu üçün hər bir sözdən onda görürsüz ki, olur və o yazar düşüncəsin
onun haqqında deyir. Kitabın sonuna gəldik, yetişdik. Yenə burada cildin son tərəfini görürük və bu da cildin sonunu da açanda görürük, içi yazılıbdır. Əlbəttə nəzərimə gəlir ki, yenə burası kəsilibdir. Bəlkə də elə beləsi yazılıbdır. O birisi səhifəsi də, son səhifəsi də budur. Əsli kitab bu iki səhifədə qurtarmalıdır. Amma istəyirəm görüm burada bir tarix görsəm. Mən nəbdəül həqirul fəqir Əbdülmüznib katib bər Əbdülvəli ya Əbdüllahi. Əbdüllahi də Əbd və Ləhi. Əbdüllahi olacaqdır, beləsi görürəm. Bu bir dənəsidir, amma burada da bəlkə son burada bu kitabı, bəli, ehtimalən burada bir tarix tapaq. Qeydaq kitabın əvvəlindən görək ki, bu axirini gərək biraz oxuyaq. Çünki nəzərimə gəlir ki, çoxlu mətləblər buradır. Qeydaq kitabın əvvəlinə görək ki, kitabın adı Məsnəvi Xərabati. İndi bu adı burada farsı kimi görsənir, amma bu kitabın burasını döndərək görək bunu oxuya bilirik, oxuya bilmirik. Bu xətt kitabın içində yazılan xəttinə fərqi var, amma görək ki, nə yazıbdır. Dan bağla rast çıxıb buğulun, amma oxuyamıram. Zahirən burada bir nəfərin adını yazıbdır. On şey Qişqə, Kilisa, Hafiz, Firubdin, Sorbdandan, nə mən oxuyamıram. İcardə Durğan, Bulduq və xəttidir. Yabancı xəttidir. Həsən Mirab, Hafiz Mirab. Bunlar, yəni, bunların xətti olacaqdır. Burada da iki yerdə görsənir, Hafizlə Həsən. Həsən Mirab yazar ehtimalən bu iki dənə olacaq, bunların xətti olacaqdır. Buranı oxuya bilmədim, düzünü axtarsaz, fəqət adları Həsən Mirab və Hafiz Mirab adında Həsən Mirab və Hafiz Mirab ehtimal verirəm ki, yazar olsunlar, ya da nüsxəçi. Tamam. Bunları yazdıq. Burada kitabın özünə gedirik ki, görək. Kitabın özü nə yazır? Bismillahirrahmanirrahim. İndi burada kitab dedik ki, su tökülübdür, əzilibdir, biraz qırışıbdır. Ona görə hərflərin bəzisi görsənmir, amma çalışaq itayın həmdini ey yəzdan pak. İqtilar xula ciger merdan pak. Ehtimalən bu xun cigəri merdan pak ola bilər, amma bu da iqtilar, töktülər kimi olacaqdır. İqtilar ya İtayın həmdinin ey yəzdan pak. İqtilar xula cigəri merdan pak. Xaliqa xəlqünü gördüm biədəd. Heç nəmə yoxdur sənin dik bamdəd. Sənin zatının təsəvvürdün münəzzəh, səmuatının təsəlsüldün münəzzəh. Ənasürdün qılıbsın adəmizad, birini didünün birini pərizad. Birini divdənin, birini pərizad. Fələk tügərük siz üstün tənabsız.
Felek tügürün, türük, felek tügürün, tügürünsiz, üstün tenapsız, ne bakıldı, ne yakıldı, neyin iki alem şitapsız. Biraz indi bu səfə qəşəng görsənmir, amma türküsü də bizim Azərbaycan və Türkiyə türküsü deyil ki, şey eləyək, yəni biraz adət eləmiş olaq. Ona görə oxuması biraz çətin olur. Çünki dedim kitab da biraz qırışıbdır. Bəlkə o birisi səhifələrdə yaxşı olacaqdır. Qılıb istərləyi zinəti fələk ana. Qılıb istəriyi zinəti fələk ana ya fələk na yürütüb tün içində gördümük na qılıb nimət nisin yerdin pradan anı yer adəmilər şadan xəndan necə kim öz kalarğa necə kim özgələrə özgə həman necə kim özgələrə edərsələr dəm anın ərzəqini mərkəz qılmadın kəm həm zicanine bir dərin nimetünü nisaret ademiğe rəhmətünni ehtimalen bu ləhcədə kilar oxunurlar. Mən bunları oxumuram, amma gərək ki oxunsun. Nəzərimə gəlir ki, məsələn gərək necə kim öz kalarğa ürsələr dəm anın ərzəqini mərkəz qılmadın kəm hərgiz olacaqdır. Mən mərkəz oxudum, hərgiz olmalıdır. Anın rizqini o da olacaqdır. Anın rizqini ərzaq kimi olubdur və mən bunu anın rizqini hərgiz qılmadın kəm. Həm zicaninə bir dering nimətünni nisaret adəmiğə rəhmətünni padişahatun gün yeksan sana. Diqqət buyurun, görürsünüz burada çox kəlimələrin şeyində farsı kimi görsənir olar. Yəni bunu görsəncə ehtimalən mənə belə gəlir. Yəni bu ləhcələri oxuyanda çünki bilirik ki qədim Xorasandan çıxıb farsı dili də. Qədim Xorasanda türk torpağıdır. Türklər yaratdığı üçün bu dildə olan səsləri, avaları veriblər ona. Sonra türk dili gəldikcə batıya tərəf değişilibdir zaman içində və o şey değişilib hər halda. İndi onun üçün o orada qalanlar, yəni məsələn deyək ki, onlar daha bunu yaxçı Üzbəkistan falan bunları yaxçı şey edirlər. Padişahatun gün yeksan sanga bəndəni əfv eyləmək asan sanga. Can quşi cənnət na pərvaz eylakay. Can quşi cənnət qa pərvaz eylakay. Til senin hem senin ni ağaz eylakay. Şimdi burada yaxşı surət birlə Adəm iladirin aql na Adəmğə həmdəm iladirin danəni Adəmğə sən Adəm iladirin nəfsini ol danəğə ram eyladığın. Dünyada Adəmni bünyad eyladirin ləzzəti dünya bilə şad eyladirin. Aqibət ol danəğə buldi rəvan. Aqibət ol danəğə buldi rəvan. Gəldi bu aləm ki Adəm nətlərmən man. Burada bir şey oxuya bilmirəm. Şulərzman belə bir şey. Buldu Adəm qəcahan matəmsəra. Gördü tüngün
mehneти cürü cefa. Buldu bu matem sera itre müdam. Bağladı fırqətdə 300 yıl devam. Takdirinin mundağ ikani perverdigar. Takdirinin mundağ ikani perverdigar. Tedbirinin endağ ikani ey kirdigar. Əhl-i aqil və cahan mihnət durur. Əhl-i qafil və cahan rahat durur. Bulğay aqil və cahan zindan sıra. Bulğay aqil və cahan zindan sıra. Kilğusi durbaşığa çəndan 100.000 bəla. Xarabati bugün viranəlikdə. Xarabati bugün viranəlikdə. Qalıbdır غم belə heyranəlikdə. Münacati bedərgâhi qaziyül hacat. Münacat bedərgâhi qaziyül hacat. Altını da bir xət çəkibdir ki, yəni buradan değişdi. Xət də düz çəkilməyib. Yəni xətkeş nəzərlə qoyarlar, bir düz xət çəkərlər. Yox, biraz əyri buyruqdur. Elə bir şey əl ilə çəkiblər. Padişaha yoxdur heç pinhan səndən. Padişaha yoxdur heç pinhan sanga. Zahiru batin gə a'yan sanga. Keşti zatinin gə qılmazlar təkəllüm. Kişi zatin gə qılmazlar təkəllüm. Kişi bi əqlidir qılğay təbəssüm. Bəyanın kim ademidir əhsən xalq. Bəyanın kim ademidir əhsəni xalq. Bulubdur fisq içində ademi qərq. Bir dolarni qiyamı sən əhli aqil. Baş tapmadım. Buranı heç oxumağın da baş tapmadım. Düzünü axtarsaz. Bir dolarni ya bilularni qiyamın sən əhli aqil. Birularni qılıb olacaqdı. Bəs burada indi gəldi, o da olacaqdı. Birularni qılıbsın əhli aqil. Birularni qılıbsın əhli qafil. Birisin yeribsən tacı, yeribsən veribsən. Yeribsən tacı xələt padişaha. Yeribsən rənci mehnətni gədağa. Qılıbsən ənbiyadın itqiyani. Qılıbsən ətqiyadın ənbiyani. Pəs beləsi oldu. Qılıbsən ənbiyadın ətqiyani. Qılıbsən ətqiyadən ənbiyani. Qılıbdır qəflət içrə adəmizad. Kişi yoxdur cəhanda qəmdin azad. Qılıbdır qəflət içrə adəmizad. Kişi yoxdur cəhanda qəmdin azad. Qılıbsan birini kötək birini güya. Qılıbsan birini günc birini güya. Qılıbsan birini lənc birini yapa. Biri səhət səlamət şad xəndan. Biri səhət səlamət şad xəndan. Biri ғəm içrədir güya ki xəndan. Biri təxt üzrə daim xusrəvanə. Biri dəşt üzrə yorqay ahvarə. Yürüyər yəni ahvarə. Ahu kimi yerdə çöldə gəzir.
Hər iş hər il qılsan anta yoxdur vəzirün, həmə məxluqə bardur nəzirün. Münacat be dərgah qazül hacat. Elə üstəki də fikrim belə idi, yenə də üstəki də buydu. Münacat be dərgah qazül hacat davam edir həttəmən ona görə. Padişaha müşkülüm asan sanqa, məndə üsyan bulsa yox nöqsan sanqa. Yumub açıqınca gör peyda qılırsın. Yumub açığınca göz peyda qılırsın. Açıb yumuğunca napeyda qılırsın. Bir gözü qırpıb açmaq üçün bir gözü qırpmaq məcalında deyək, yaradırsan və bir gözü qırpmaq məcalında aradan aparırsan. Çıxardın İsi o İdris muağa. Çıxardın İsi o İdris havağa. Gətirdin qaruni تحت سراغه. Biri hişmət bili güya Süleyman. Biri hişmət bilə güya Süleyman. Biri sən bir ka məhnətti paradan, yaradan olacaqdır. Biribsən birina mehnətti yaradan. Sən oxsan iki aləminin xudası. Sən oxsan iki aləminin xudası. Qılay imdi sana cani fədası. Sənin həmdinin tamamin dinsə bulmaz. Sənin burada bir şey yazıb da oxuya bilmirəm. Xəlqinin olacaqdı ehtimalən. Sənin xəlqinin tamamın bilsə bulmaz. Dostlar, bu bir illət ki, bunun oxumağında zorluq çəkirəm. Bundan belə ki, ləhcə fərqi var, əlyazı fərqi vardır. Və mən türk dilində dərs oxumamışam. Bu ləhcə, türkün bu ləhcəsində qulağım eşitməyib, gözlərim görməyib, beynim adət eləməyibdir. Bir dənə də məsələ yazının içində. Qələmi məsələn vurub cöhərə götürüb xətti yazıbdır. Sini yazandan sonra cöhər qutarıbdır. Təzəşdən vurub xəttə götürüb də fasilə ilə qoyub ora. İndi bu fasilədə r kimi görsənir o. Yəni ona görə bunu mən məsələn bilmirəm ki, bunun nə oxunacaqdır. Bu çox yerdə beləsi görünür. Yenə qayib qə allamul quyubsan. Qulunun eybka səttarul uyubsan. Ehtimalən qulunun yəni sənin qulunda. Qulunun eybika eybina səttarul uyubsan. Calibdir, səttarul uyuba bir dənə də vav yazıbdır sonda. Səttarul uyub. Yenə asiğə qəfvarul zunubsən. Gərək göngüllə qərəh olacaq ehtimalən. Biz deyirik qərəh nə mənə? Gərək gönüllü deyirik, elə belə bir şey deyirik, bir şey vardı amma indi zehnimə gəlmir. Gərək göngüllə kəşşaqul qurubsan, kəşşaf olacaqdı ehtimalən. Gərək göngüllə kəşşaful qurubsan. Həmişə rast yolğa görür gərsən. Həmişə rast yolğa görügərsən ki bu bağda dirəxti bi səmərsən.
olmaz. Bu ehtimalən bir şeyi qələt oxuram. O Allaha bunu deməz. Həmişə rast yolğa gür kərmən. Çuru kərmən. Tamam, beləsi oxumalıyıq. Həmişə rast yolğa çuru kərmən. Ki bu bağda dirəxti bi səmər mən. Ney həddüm barinin din urğam dəm. Neyi həddüm barinin din, barinin haqqında. Barinin din urğam ya urğa olacaqdır. Urğa məndəm. Kimin bar üşbu yolğa bulğay həmdəm. Mən layiq həmdi italığım sana. İtalığım etmək. Mən layiq həmdi italığım sana. Əfzəli xəlq idi la ihsa sana. Əfzəli xəlq idi la ihsa sana. Yoraridə üsyan din cərahat. Yürək yararirdə üsyan din cərahat. Xərabatiğə qıl lütfi inayət. Ehtimalən bu xərabat bu adamın adıdır. Xərabat bu adamın adıdır. Yəni bu şairin adı xərabat olacaq. Çünki şeiri qutaranda bununla qutarır. Məsələn, burada deyir ki, xərabata lütfi inayət eylə. O birisində nə dedi? Hər iş qılsan ina yoxdur vəzirün, həmi məxluqə bardur nəzirün. Yox, burada deməyibdir. Gördüğüm yerdə xərabati bucun viranə ikdə qalıbdur qəm bilə heyran ikdə. Burada da xərabat qalıbdır viranəlikdə və qəmlə qalıbdır qəm bilə heyranəlikdə. Yəni nəzərimə, hər halda mənim belə nəzərimə gəldi ki, bu adı xərabatdır. Məsnəvi yazar xərabat. Mən bunu feilən yazım. Yazar xərabat. Ehtimalən bu kitab ya bu əvvəl kitablardan olacaqdır. Əgər eləyə bilək buna bir tarix tapaq ki, hangi tarixdə yazılıbdır. Bunun tarixini tapmaq olar. Çünki məsnəvidir. Məsnəvidə hər şeydən yazılır. Bunun tarixini qətlən tapmaq olar. Hövsələ ilə adam oxusa və bunun məsələn bir 30-40 səfər əvvəldə adam oxusa, bunun ləhcəsi ilə tanış olsa, əl yazısı ilə tanış olsa, necə qələmi əldə tutur və hərfləri necə yapışdırır bir-birinə, kəlməni necə bir-birinə yaxın gətirir ya uzaq gətirir, bunları adam adət eləsə, ehtimal verirəm ki, bu kitabı oxuyanda bunun tarixi tapılar. Yəni, mən belə bir düşüncəm var. Genə də deyir ki, münacati və dərgahi qazül hazat. Genə də padişah məslığım tarac qıl. Padişah məslığım tarac qıl. Məslik dəvisidin ixrac qıl. Məstlik dəvisidin ixrac qıl. Çox gözəl şeir. Bir dəyarsən iki aləmdə dana. Bir dəbarsən ya diyarsən iki aləmdə dana. Həmə pinhan qalsın də aşkara. Həmə pinhan qalsın də aşkara. Qılıbdur mən inayatün din ümid.
qılıbdır mən inayatın din ümid. Mənim ümidim bağlanıb sənin inayətlərinə. Qılıbdır mən inayatın din ümid. Məni qılğıl cəmayatının cavid. Cəmayat nə deməkdir bilmirəm. Məni qılğıl cəmayatının cavid. İndi mən bunu qoysam görüm nə cür yazır bu. Bunu yazdım burada görüm ki məni qılğıl cəmayatın cavid. Görün bunu nə deyir? Heç olmasa bu bir şey bilir buna. Görək bundan bir şey bilir, bir şey deyə bilir bu haqda. این جمله شعر که نوشته اید روشن و معیار نیست و احتمالا یا املای محاوره‌ای دارد یا از ترکیه آذربایجان ترکیه عثمانی یا خط عربی است. برای همین معنی دقیقش قابل اطمینان. اگر منظور یکی از این مؤلفه باشد ترکیه آذربایجان محاوره tamam bilmiyibdi. Bu adam da heç məni cəmaatının tamam bilmiyibdi. Bundan xəbəri yoxdur ki, bu nə cür bir şeydir. Sana yoxdur mənim təhvüm ilahim. Sənə yoxdur mənim təhvüm ilahi ki, səndin özqa yox hərgiz mətayim. Fisk ilə ömrüm tükandı bilmadım. Fisk ilə ömrüm tükandı bilmadım. Hər qədəm əmrünə hərgiz qoymadım. Bir qədəm olacaq. Bir qədəm əmrünə hərgiz qoymadım. Tün gün xəndan ki qıldım şadlar, qılmadım bir ahü fəryadlar. Sənin əmrin qoyub buldum bətəkar. Sənin əmrin qoyub buldum yetəkar. Bilmirəm bu təslim oxuyayım, nə mən oxuyayım bunu bilmirəm kamil. Ya nəlim üsyan qılıb buldum günəhkar. Tilim olacaqdı, tilim. Tilim üsyan qılıb dilim. Tilim üsyan qılıb buldum günəhkar. Yedim çəndan senin ki nemətini. Yedim çəndan senin ki nemətini. Nə qıldım bir yer aşur taətini. Nə qıldım bir yaraşur yaraşır. Nə qıldım bir yaraşur taətini. Həmişə məst layəqəl bulub mən. Həmişə bixəbər qafil bulub yürüb mən. Necə yıl tüngün heyranəlikdə. Neçə yıl tüngün heyranəlikdə. Yürüb mən cürayik viranəlikdə. Nə qıldım ömrü ramin bəndə ikni. Nə qıldım ömrü əhvali yar dərü məndəni tut. Ya qüvvət. Görək xanç qut olacaqdır. Nə əhvali yar dərü məndəni qut. Nə əfali bar ya dərü məndə nə qudrət. Nə əfali bari dur məndə nə qudrət. Nə əhval bar dur məndə.
نی قدرت نه احوال باردرمنده نی قدرت نه افعال باردرمنده نه قدرت. Orada qüvvət idi, burada qudrət. Nə əhval bardur məndə, ni qudrət, nə əfal bardur məndə, nə qudrət. İndi bu barduru gördük, üstə bir də qələtlər ki oxumuşuq, onları düzəldə bilərik. Yəni ərz elədim, bu cür bir kitablar ki əlyazıdırlar və qədimidirlər, ləhcəsi də fərqlidir. Bir 20-30-40 səhifə əvvəldə oxumalıdır adam ki, onun yazısı ilə, düşüncəsi ilə, qələmi nə cür fırladır, nə cür kəlmələri yazır, kəlmələr bir-birinə yaxındır, uzaqdır, bölünübdür, şey olubdur, onları öyrənə göz, beyin adət eləyir. Amma ən mühüm budur ki, adamın radiodan, televizyondan bir yerdən bu ləhcəyə də qulaq asa, bu ləhcədə nə cür deyilir, oxunu öyrəşə. Amma mən hələ feylən ona qulaq asmadığım üçün bu haqda çox şey deyiləm. Yəni üst-üstə yığsaq şayət məsələn yarım saat qulaq asmışam ömrümdə bu ləhcəyə. Onun üçün yəni fəqət bir zərrə yəni qulaq asmışam da, yəni yarım saat fikir eləyin ki, nə olar ondan məsələ. Nə əhval bardur məndə, ni qüvvət, nə əfal bardur məndə, nə qudrət, nə zikr و fikri bar yaxşı ahım. Nə zikr و fikri bari yaxşı ahım, sənin lütfünün göz tutum ilahım. Sənin lütfüğə göz tutum ilahım. Xərabati bu gün fəryad itilmaz. Xərabati bu gün fəryad itilmaz. Nə fikri dür araya bərbad itilmaz. Nə fikridir araya bərbad itilməz. Yenə də elə münacatdır. Davamı yenə münacat. Münacat be dərgahı Qaziyül Hacat. Padişaha bu qulunun layiqi eymaz. İymaz olmaz. Yəni bu qul sənin dərgahına layiq deyil. Padişaha bu qulunun layiq eymaz. Həmbünün itürğə gönül sadiq eymaz. Məni qıldın ədəmdin munda peyda. Məni qıldın ədəmdin munda peyda. Məni burada ədəmdən peyda elədin. Məni qıldın ədəmdin munda peyda. Peyda sözü zahirən türkcəymiş. Gedib farsıya. Çünki məsələn Türkiyədə zətdə də işlənir. Peydah deyə işlənir. Peydahlandı. Burada da onu. Hətta bizim bundan peyvənd sözümüz var. Bəlkə də o bundandır, bilmirəm. İki ağacı bir-birinə calayanda, iki qanadı bir-birinə calayanda ki, bir ağac olsun, ona peyvənd deyirlər. Məni qıldın ədəmdin munda peyda, gönülni qıl özürün qa imdi şeyda. Gönül qıl özündən qa imdi şeyda. Əgərçə məndə bulsa küh üsyan. Əgərçə məndə bulsa küh üsyan, sana yolmaz. Sana bulmaz anıngın zərrə nüqsan. Sana bulmaz ənindən zərrə nüqsan. Necə fikr eyliyasam cümlə xiyalat. Necə fikr eyliyasam cümlə xiyalat. Məgər lütf eyləsən sang bulğay himayat. Səni bulmaz cahanda ünsü can yox. Səni bulmaz cahanda ünsü can yox. Münezzəhsən sanqa könü məkan yox. Nə qıldım mən yigitlikdə ibadət.
Nə qıldım mən yigitlikdə ibadət, nə qıldım mən təriklikdə ibadat itaat, ibadət itaat. Nə qıldım mən təriklikdə, orada igidlik, burada tiriklikdə ibadət itaat. Sıfatundur senin bir mah-ı sübhan. Sıfatundur senin bir mah-ı sübhan. Məni qıl ruzi mahşer şad xəndan. Əgər mümin müsəlman xahi sabir, əgər mümin müsəlman xahi sabir, əgər cəbru cəhudu durna xah kafir, əgər cəbru cəhudu vergah xah kafir, rizq üçün hər caniğə sənsən kəfil. Rizq üçün hər caniğə sənsən kəfil. Sən erirsən bircəğə nə'məl vəkil. Sən erirsən bircəğə ne'məl vəkil. Nə qıldım ömr aray yaxşı taat. Nə qıldım ömr aray yaxşı taat. Qılıb mən tün gün bugün. Mən qılıb mən tünü gün xeylan kəsafət. Belə bir çanlan kəsafət diyor ki. Beləsi bir şey oxunur, amma kamil bilmirəm. Sən iki aləminin şahi. Sən eski aləminin şahi. Sən oksun bir çənin seyirmat fətahi. İndi burada seyirmat fətahi beləsi bir şey oxunur, amma sən oksun bir çənin fətahi oxuya bilmədim. Xərabatun əgərçə bi əməldir, münacati ənin yani məhəldir. Xərabatun əgərçə bi əməldir, münacati ənin yani məhəldir. Ya bi məhəldir ehtimalen. Münacat be dərgah-ı qazı hacət genə də. Padişaha səndin özgə yox kimim. Padişaha səndin özgə yox kimim. Hər çığa qəmxar sən yox həmdəmim. Hər çığa qəmxar sən yox həmdəmim. Musafir mən kimim yox qılğıl əlfət. Musafir mən kimim yox qılğıl ülfət. Ki üsyan məndə kübdür səndə rəhmət. Ki üsyan məndə kübdür Ki üsyan məndə kübdür səndə rəhmət. Küb çox olmağa deyirlər. Bizdə Təbrizdə cop, yəni yekə yalan, cop basır deyərlər. Amma bu ola bilər o olsun, copdur, yəni yekədir, çoxdur. Bir də küp var bizim Türkçədə. Qədim heyvanı kəsərdilər yayda məsələn, qışa saxlayarlar, ya ölərdi, ya kəsərdilər, onu qoymazdılar mundar olsun, onu bişirərdilər yağı ilə, zadı ilə, su yox. Öz yağında onu bişirərdilər, onu qoyardılar, böyük belə küzə kimi bir şeylər vardı, çox böyük, adı küp deyərdilər. Onu da yerdə quyurardılar. Məmulən
Əgər evin zirzəmisi olsaydı, yer altında bir şey olsaydı, orada quyulardılar yerə, torpaqla dövrəsini tutardılar, ağzını da möhkəm bağlardılar ki, havazat gedib gəlməsin, bir şey düşməsin içinə. Ona küp deyərdilər. Bəlkə də orada, yəni mən bir küpəm, adamın özün küpə bənzədir ki, dolunam üsyanlığına, sən də rəhmət ilə dolusan. Neçə fikr eyləsam, dur axərim heç. Neçə fikr eyləsam, dur axərim heç. Bulub mən elm içində heç deyib heç. Bulub mən elm içində heç deyib heç. Peç də ola bilər. Peç deyib peç. Belə də görsənir. Yəni bəlkə p ola bilər. Tərəhhüm eyləyan bir gil hidayət. Tərəhhüm eyləyan bir gil hidayət. Kərəmdür ya kərəm dəryasıdin qılğıl inayət. Kərəm dəryasıdin qılğıl inayət. Əgər sürün minin din yaxşı ya kirdar. Əgər sürün minin din yaxşı kirdar, turar min telmurub əlding də besyar. Turar min telmurub əldingdə besyar. Əldəng sözü buradan gəlir. Əlində əldəng. Cəlibdir. Oxuduqca yavaş-yavaş o mən farsını çox zehnimdə olduqca, türkünü oxuduqca yadıma gəlir ki, bu kəlmə orada işlənibdir məsələn. Əldəng əlində olmaq. Cəlibdir. Səni mən qılmadım güzgüm arayad. Səni mən qılmadım güzgülüm arayad. Məni həm qılmadın sən qəmdin azad. Səni mən qılmadım göngülüm arayad. Səni mən gönlümdən ara qılmadım. Məni həm qılmadın sən qəmdən azad. Sən də mən sənə göylümdə qılmadım, göylümdə səni çox yad eləmədim ehtimalən. Yəni göylümdə sənin yerin çox olmadı. Sən də məni həm qılmadın sən qəmdən azad. Sən də qəmdən məni azad eləmədin. Çox gözəl, yəni. Ümid özümün senin gidin yoxdur əsla. Ümid özümün sənindən yoxdur azad. Mənim özümün səndə ümidim əsla yoxdur. Ümid özümün sənindən yoxdur əsla. Dedinin la təqnətü min rəhmətullah. Dedinin la təqnətü min rəhmətullah. Amma sən nə dedin? Dedin ki, mənim deyir özümün ümidim yoxdur əslən. Amma sən nə dedin? Dedin ki, la təqnətü min rəhmətullah. Allahın rəhmətindən ümidinizi kəsməyin. Məni şərməndə qıyxan nəfs-i şeytan. Qılxan olacaqdı, üzr istəyirəm. Məni şərməndə, o dedim də, hurufları bir-birinə yapışdıranda, açıqlayanda şey edibdi, qələm şey olanda ayrıdan yazır, ona görə biləsi olur. Məsələn, qiyaxan yazıb burada yaradı, amma gərək qılxan oxuyaq. Məni şərməndə qılxan nəfs-i şeytan, iki aləm sən oqdursən nigəhban. Kerima mukara qadiri hay. Kerima makara qadiri hay. Qadiru hay. Pənahi yergil olardın yüza güvaray. Nədir, bunu oxuya bilmirəm. Çünki dedim, türküdə savadsızam. Bu da biraz o şey olanda pənah yergil vergəl.
olardın buz yüz bulardın pənah yergil olardın yüz uguvaray yüz uguray bunu oxuya bilmirəm. Bunları bir-birindən ayıra bilmirəm ki, görüm nə ola bilər. Pənah gil olardın yüz o guvaray. Oguray da ola bilər. Yüz oguray. Bilmirəm nə mənası. Sana düşmən mənim həm düşmənim düb. Sana sanqa düşmən mənim həm düşmənim düb. Dür. Sana düşmən mənim həm düşmənimdir. Sana məhrəm mənim həm məhrəmimdir. Məni qıl daima غم birlə غمناک. Məni qıl daima غم birlə غمناک. Təəccüb eyləsun buluğuz əflak. Aha, təəccüb eyləsin bu 9 əflak. 9 əflak. 9 əflak nohqanə farsıca. Məni qıl daima غم birlə غمناک. Təəccüb eyləsin bu 9 əflak. Cahan roşənliği sənsiz cühər almaz. Cahan roşənliği sənsiz cühər almaz. Cahanın şəhliği sənsiz gərəkmaz. Elə bu da gərəkmaz olacaq bu da. Cahanın roşənliği sənsiz gərəkməz. Cahanın roşənliği sənsiz gərəkməz. Cahanın şəhliği sənsiz gərəkməz. Xərabatı üzdünti ilə xamuş. Xərabatı özdəngti ti dil ehtimalən olacaqdı. Özdəngti eylə xamuş. Cahan sodasıdin qılğıl fəramuş. Cahan sodasıdin qılğıl fəramuş. Münacat. Yenə də münacatdır. Münacatlardan icazənizlə geçim görüm ki, çox gözəl insafən dərin mənalı sözləri var, amma Həzrəti Rəsula görə buradan geçir. İlahin ya ilamin nə'ti rəsulğa can fəda. İla min nə'ti rəsul ehtimalən ilahin olacaqdı. Mən yaxşı görənmirəm bunu. İla min nə'ti rəsulğa can fəda. Ənbiyalərğa Məhəmməd rəhnəma. Ənbiyalar kövkəbi şəmsi qəmər. Ənbiyalar ba biri sədəf. Ba bir sədəf ol bir mühər. Enbiyalar qövm irdir ol bir imam. Enbiyalar qövm irdir ol bir imam. Fürgəti mundaq bəyanın ey xas am. Nə fələk 9 qədəm mi'rac anga. Nə fələk 9 qədəm 9 fələk də oxuya bildik, amma nə oxuram? 9 fələk 9 qədəm mi'rac anga. Ənbiya awliya muhtac anga. Çün vücudi rəhmətun lil aləmin. Secdegah buldi anga ruyi zəmin. Secdegah buldi anga ruyi zəmin. Yar yaverdir Əbabəkri Ömər. Yar yaverdir Əbabəkri Ömər. Həm işarət qıldı şəq buldi qəmər. Ol yeri tağ itrə həmrah buldilər. O yeri tağ itrə həmrah buldilər. Ol yeri küfr əhlinə
tağ urdular. Tağ gedib tağ, dağ və tağ gedibdir. Farsıda tağ indi səxfə deyilir. Tağ. Tünücün həmrah Osman و علی. Tünücün həmrah Osman و علی. Tapdı şöhrət aləm içrə ol vəli. Hər biri çan و həya و helmüdür. Hər biri çani həya و helmüdür. Ol biri çan و səfa و elmüdür. Kim ki dəm ürsə Muhammedin bülənd. Kim ki dəm ürsə Muhammedin bülənd. Tüşküsünü dur başiğə ədəddin kəmənd. Tüşküsünü dur yaşiğə ötdün kəmənd. Örtmək kimi. Qoysa hər kim ilqari andın qədəm. İlqar bir növ əhdi peymandır, amma yazım burada görürüm ki İlqar ya İlkar ya İlkar. Görək ki İlqardır əlbəttə türkçəsi. İl, keşvər, sərзəmin, kar. در türkçe bir məni yuriş, hərəkət səri, taxt. یا جر، چار جر، جار، یورشاور، پیشرو، کسی که فلان. نام قدیمی و رایجی در آذربایجان میان ترکی زبانان. ریشه ترکی ایلکار یا ایلکار. ایلکار، عمل. چارجوزار. ایلکار رایج است. برداشت نوین دارد. ایلکار رایج است برای کمتر از ایلکار. ایلکار ایلکارdan az. İlcar ad imiş. Tamam, biz çox bir şey yazmadı. Mən bildiyim şeydir, dediyim, yəni əlimizdəydi Həzrət Muhammed olan yerdən də keçdik, getdik, xarac etdik, bilmədik. Münacat. Bəli, buradan oxumuşduq. Nət Həzrət Rəsul, əgər bir dənə dalda olmasa. Bəli, buradan oxumuşduq. Tamam, gəlmişdik bura. Ol biri kanu həyavu helmüdür. Ol biri kanu səfavu elmüdür. Kim ki dəm ürsə Muhammedin bülənd. Tüşküsüdür başiğə oddin kəmənd. Oddin attın, atmaq. Kəmənd attın boynuna yəni. Qoysa hər kim ilkari andın qədim. İlgar. Kılğay ol saətdə lənət dəm bədəm. Kim ki Əhməd əmriğə gərmas qaçıb. Kim ki Əhməd əmriğə gərmas ya girmas qaçıb. Ol kişiğə bulmğay rəhmət nəsib. Ol Muhammed bəlkə xeyrun nasudur. Əmmi paki Həmzə-i Abbasudur. Hər kişi nəət rəsulni qılsa kəm. Bulğusidur əski aləmdə ədəm. Dəm bidəm 100 mindir. Daru arciğə. Dəm bidəm 100 min dur
درود ارو دم به دم 100.000 درود ارر cığa o Resuli Ali ashabığa ol imamilar ki kıldı can feda buldu hoşnud Xuda hoşnud ol Xudayım Mustafa bu Hanife dür imami با صفا هم چراغی امتنانی مصطفی همراهی اول یوسفی قاضی درور البا دور همراهی اول یوسفی قاضی durur hem Muhammed'in burada bir kəlmə yazıb oxuya bilmirəm. Əslən bilmirəm nə cür bunu oxumaq olar. Ya nə məniyə? Xuda razı durur. Hem Muhammed'in sallallahu olacaqdır. Xuda razı durur. Şafii Serdar Malik باز دفتر تأسی احمدی دین آندن بال پر tapdı Ahmed'in andan bal per Hakkı Teala'ya yakindir canları şahidur iki cihan şagirdları şahidur iki cihan şagirdları iş buların ruhini sen şad kıl Fatiha İhlas birle yad kıl Yar ba rahm etmasan men neyla güyü Yar ba rahm etmesen men neyla güyü men ana karin men günahkarin gösen afva ila güc. Aha, gücdür bu. Neyla güc? İndi burada biraz daha görsəndi. Yar ba rahm etməsən mən neylə güc? Mən ana karin sən, mən günahkarin sən, əff ilə güc. Ay yıl fısk içrə üsyan qıldıma. Ay yıl fisk içrə üsyan qıldıma, axəri andın fəsiman qıldıma. Bir günah ömr utmadı bir saati. Bir günah ömr utmadı bir saati ya etmadı bir saati. Qılmadım gönlüm bəlan hər bir taati. Qılmadım gönlüm bulan, göglümlan yani. Göglüm bulan bir taati. Gece gündüz məsiyət birlə işim. Gece gündüz məsiyət birlə işim. Bu günah yerlə ayaqtıka yaşım. Bu günah birlə ayaqtıka yaşım. Ayaqtıkay. Nə deməkdir? Ayaq tutdu getdi, yəni. Qatil oldum əmr-ü nəhyin din yenə. Mən qatil oxudum, amma burada ayrı bir şey də belə. Naqil silinib dərtəcəşdən bir şey yazılıb, amma naqil oldum əmr-ü nəhyin din yenə. Nəfs-i şeytan birlə buldum hem yenə. Ya ilahil alemin dermanda mən. Ya ilahil alemin dermanda mən. Bəs zəif و xəstə و بیچاره mən. Padişaha bu qulunğa qıl nəzər. Padişaha rıdəy o
Ş yazanda qələm qutarıb tızışdın yazıbdı. Ş olubdur reşa. Padişaha bu qulunğa qıl nəzər səndən özqa yoktur bir dadgar. Səndən özqa yokturur bir dadgar. Bilmadım qıldım xətalar küb təslim. Bilmadım qıldım xətalar küb təslim. Lütfi qılğıl bu qulunğa ey kərim. Cürmi üsyanım əgər tağlarcədir, rəhmətinin qarşıda ol qançədir ya tançədir. Yəni çox azdır, onu istədi desin. Mən qulğuluğunğa saz var. Mən qulunun sənin qulunun. Mən qulluğunğa saz var. Sən əgər lütf etməsən ey birubar ya pirubar. Birubar olacaqdı. Rəhmətündən heç kim nomid olmaz. Rəhmətin cavid bunun rəngiga bəs. Ey dəriqa ömrüm öti bixəbər. Ey dəriqa ömrüm öti bixəbər. Lütfü birlə mən qulunğa qıl nəzər. Yenə gedir bir ayrı münacata baxır. Bunları geçək. Görək ki, kitabın haqqında bir şeylər ya özünün haqqında əhli ləviyyə daxili təhqiqlər ya bəyanı. Görək ki, burada nə deyir? Qılıb qılsın bəyan qıldım nəsihət. Ki imdi tərki qılğıl fisq و غفلت. Əgər əql ölsə səndə qılma üsyan ki anda bulmğay göngülün qərşin. Nəsihət ilaqanğa bargahlar. Nəsihət ilaqanğa bargahlar. Nəsihət anlamazlar çarpalar. Nəsihət anlamazlar çaharpalar. İndi o sini ki orada gördük o yazıbdı. Bunu da gerək o cüzü görək nə olur. Əcəl yetsə bulursən çüstü çalak. Əcəl yetməsə də qılğıl çeşmi nəmnak. Kişinin tövbəsi daim ki süstür. Kişinin tövbəsi daim ki süstür. Əzik imani bişək bi dürüstdür. Kişi düst tutsa bir yıl masavaydın. Kişi dost tutsa bir yıl masavaydın. Yiraq qalğay iki aləm xudadın. Yiraq qalar. Yiraq qalğay iki aləm xudadın. Görə almaz şəh cəmalin əhli təfriq. Görə bilməz. Görə almaz şəh cəmalin əhli təfriq. Dedilər iş bu sözünü əhli təhqiq.
bu emri buldu Musa'yı kelimğe. Bu emri buldu Musa kelimğe. Bu söz roşan üçün geldi tilimğe. Tilimğe dilime. Peygamber ga bu emri bülse möhkem. Peygamber ga bu emri bulsa möhkem. Anga mundağ dilen ettin ki söz kem ya sibs kem. Xudaya ehl tefrik din pənah ver. Xudaya ehl tefrik din pənah ver. Xudaya ehl tahqiq sari rah bir. Məni qiyamə bu alem, məni qılma bu alem ehl tefrik. Məni qılma bu alem ehl tefrik. Məni qıl روز محشر اهل تحقیق. نصوح قل توبه ای عاقل آدم. نصوح سن قل توبه ای عاقل آدم. عنایت خدا بلغای دمادم. بنا که تار تقواسی در اژدها دم. بنا که تار تقواسی در اژدها دم. قتلمسلا ملک هم جین آدم. عنایات الهی بولدی دمساز. خراباتی نصیحت قلده آغاز. نصیحتی تروک و تاجیک. تروک و تاجیک. Görək ki, burada necirdir? Bu nəsihət bad al ey çünki keyhək. Bu nəsihət bad al ey cünün haya nə mənə oxuya bilmirəm. Xah türki, xah ərəb, xahi tacik. Tamam. Bu nəsihət bad al ey cünün haya kəhyək. Bu nəsihət bad al. Bu nəsihət yad al ey cün keyhək. Xah türki, xah ərəb, xah tacik. O cik olacaqdı. Cuncik. Cicik. Cicik olacaq. Zamani fikr qıl ey qafil adam. Aqal qılmaz, vəfa qılmaz sana hər giz bu aləm. İbadət olacaq ehtimal verim. İbadətqanlar al həsrətdə yarğay. İbadətqanlar al həsrətdə yarğay. Ki qalxanlar həmə məhnətdə qalğay. Necə gönlün cahanla bülmə məğrur. Necə gönlün cahanla bülmə məğrur. Bulursan aqibət əlbəttə rəncur. Dua göz tutmağıl fani cahandın. Vəfa göz tutmağıl fani cahandın. Gönül niqət dil yaxşı yamandın. Gönülni qət qıl yaxşı yamandın. Vəfasız dünyaya göz gönlünü yırma. Vəfasız dünyaya göz gönlünü yırma. Din-i millətni göz gönlünün din ayırma. Din-i millətni göz gönlünün din ayırma.
Vəfasızlarga hərgiz buyi bulmağıl şad. Vəfasızlarga hərgiz bulmağıl şad. Burada bir şey yazıbdır. Gene deyirəm, o türküdən zehnimdə yoxdur, bilmirəm. Adrüncdin qılmağıl imanini bərbad. Cahan malın kişi cəm eylə balmaz. Əgər cəm eyləsə vəl cəm bulmaz. Əgər cəm eyləsə dil cəm bulmaz. Kişi gönlün birib dünyanı alsa. Kişi gönlün berib verib dünyanı alsa, əcəb irmaz ki ol duzəxqə barsa. Cahan maliğə hərgiz bulmağıl şad. Cahan maliğə hərgiz bulmağıl şad. Ani tərk eylə bulğıl qəmdin azad. Zamani bulmağıl aləmdə qafil. İbadət tizzə qılğıl bül məkamil. Tamam, buradan da keçək səfəni. Görək ki, nəsihətləri o həddə idi. Daha nə var? Vəfa qılmaz bu aləmi bəradər. Gönül versə qılır heyran əbtər. Qalır həman. Qalır heyran əbtər. Bu aləm yüz təmən canın cəfası. Bu aləm yüz təmən canın cəfası. Cəmi məsiyyətlərin anası. Qılır qafil xudadın gecə gündüz. Qalır qəflətdə daim hər şəb u rüz. Günəhkarlarga səbəbdir iş bu aləm. Gönül bir kan kişi ilğay şəbu ғəm. Kişi cəm eyləsa mali cəhani. Çu ol cəm eyləmiş maru çiyani. Tamam, keçək buradan görək ki, əql o görək burada nəmə rahbəran. Xəlq qıldı əqlani oldum xuda. Əql qıldı xəlq qıldı əqlini oldum xuda. Birdi adəmğa ani padi rah. Ehtimalən padişah, nə, rahdır. Xəlq qıldı əqlini oldum xuda. Birdi adəmğa ani padi rah. Padisi nə deməkdir, bilmirəm. Qafil ol bulğay ki ol şagirdüdür. Qafil ol bulğa ki ol şakir durur. Ta ki öz nəfsğə ol qadir durur. Əql yoxlar yoldu buldu. Əql yoxlar buldu bu aləmdə ya pay. Müttəqiğə eylədi Çin cənnətini də cay. Müttəqiğə qıldı Çin cənnətini də cay. Əhl-i qafil müttəqidir ey oğul. Müttəqilik can dil qılğıl qəbul. Tamam, buradan da geçək. در بیان آزاری یا آجاری هر چشی kim قصد دل آزاردür آزار هر چشی kim قصد دل آزاردür بی ceman andın xuda bizardır kim göngül ağrısa göngün ağrıtır kim gönül ağrısa göngülün ağrıtır maliki duzəx ani qan yağlatır ağlatar həman
Binabalar kişi külfət qılır. Bicaman təngrim ana lənət qılır. Binabalar kişi külfət qılır. Bicaman təngrim ana lənət qılır. Bigünah hər kim yetimni ağlatır. Bigünah hər kim yetimni yağlatır. Yer dögük ərş-i kürsiyi ağlatır. Yerü ərş-i kürsiyi qatır. Hər kişi gönlünü sən ağrıtma qıl. Hər kişi gönlünü sən ağrıtma qıl. Öz qulunun birlə özününni ırmağıl. Dərbəyan yaxşılıq. Qalanını oxumuram da, yəni. Ey qiyaşım istəsən bulmaq aman. Ey qiyaşım istəsən bulmaq aman, yaxşılıq bəsyar qıl xalqi cahan. Bulsa kim nin adəti cud و کرم ol xəlayiq içrə bulğay möhtərəm. Hər kişi iş axır səni gözləməz. Hər kişi iş axır səni gözləməz. Ol kişilərin gözünü gözləməz. Ey bəradər özünü abid eylə qıl. Cəhd elə bu yaşni sacid eylə qıl. Hem şerabiler kişi hem məsiyət. Hem şərab islar da olar, eylar da. Hem cevab eylar kişi hem məsiyət. Ney tərkiyə urğay ani aqibət. Her kim ki گردنکشی دوری شهی تاراج تار. Her kim ki گردنکشdür شه تاراج تار. Bil ki anun şəhridin ixrac etar. Neçə işlərdin kişi tabqay şikəst. İtayın qılğıl ani ey haq pərəst. Düşməni küp bulsa bilgil dam küp. Düşməni küp bulsa bilgil dam küp. Mali küp yölsə bulur üsyan küp. Kim həsəd qılsa qənaət anda yox. Kim təməh qılsa həlavət anda yox. Tamam. Görürsünüz ki, hər şeyə haqqında buracan danışır. Mən də çalışıram ki, görək nəsihət-i uqba dərbəyan salih و منافق. Xasiyyət istiğfar. Bu fəslə göngülni dünyadan yığmaq. Görək kitabın özünə gələcəkdir ki, kitab bu fəslə kim yeməklə xasiyyəti. Uyğus sızat gerksən əyyamni. Uyğusuzsa ötgərək ki sən əyyamni. Bihudə o təkrimə sübh şamni. Uyğusuz ötgür ki sən əyyamni. Bihudə ötgürmə sübh şamni. Ola kim oxlağıl o həm axır qılğaysən əlbəttə nəfsünni
əsr. Tamam, bunlar da gedir bu düz tərəflərə. Bu fəslidə qəzağa bulub bəlağa səbr qılmaq. Bu fəsl işarət əhli imani iturlar. Nəsihət-i نیکو بدنی isturlar. در بیان صبر دبی صبرlarni isturlar. Ahli dünyanın söhbəti beyanında. در بیان فصل فضیلت عجزه طهارت. در بیان آگاهlık ve rahi hakkıdır. Kim ki bu aləmdə işrət birlədir. Kim ki bu aləmdə işlət birlədir, ol qaranlığı kürədə həsrət birlədir. Qaranquluq. Burada onu işlədim, amma ol qaranquluq kürədə kürədə həsrət birlədir. Zikr qılğıl təngrini hər sübh şam. Bülmə qafil təngridin ixas am. Amilər zikri Tengrinin ücide, xaslar zikri dilinin içində. Bu da olacaq içində, amma ağahlıq burada getdi. Dərbənin fəziləti 5 vaxt namaz. Fəsli görüb sözlərimin qəbihlik beyanındadır. Bu da qəbihlik zadı danışdırır, deyir. در بیان فضیلت şer'ini iturlar. در بیان طبیبی xamazıqni isturlar. Kaş eləyə bilirik bundan bir tarix çıxır. در بیان راه haqqığa girmək. Zehnimə bir şeylər gəlir در بیان çənd sahibi kitab. Aha. Gəldik yetişdik ora görürük çənd sahibi kitab nə mənədir? Yazmışmışam amma nədənsə yadımdan çıxmışdı ki buradadır. Haqq tələbsən ey qiyaşım anlağıl. Haqq tələbsən ey qiyaşım. Qiyaş nə deməkdir? Ya qeyşim anlağıl. Dar giru mali mələkutun taşlağıl. Qılmığay iş bu cahan hərgiz vəfa. Qılmığay iş bu cahan hərgiz vəfa. Qılsa hər kim meyl ol qılğay cəfa. Qılsa hər kim meyl ol qılğay cəfa. Tifl dar olğul və ya mərdanə dar. Tifl dar olğul ya mərdanə dar. Mum dar olğul ya pərvanə var. Mumdar şəm yəni mumdar şəm. Mumdar olğul ya pərvanə var. Cəhd ilə hər kim ki yağsa sim و زر aqibət salqay ana bir gün ya hər gün zəhər. Ya bir gün zəhər. İndi hangisi ola bilər? Mən bir gün daha yaxşı görürəm. Cəhd ilə hər kim ki yığsa sim و زر aqibət salqay ana bir gün zəhər. Kim kişinin mal fərzəndi təslim.
ya da ger kişinin mal fərzəndi təslim, ol kişinin ürəyindir ziyadə cəhim, belə bir şey yazıbdır. Ger kişinin mal fərzəndi təslim, ol kişinin ürəyindir naru cəhim, nar cəhim. Əvvəla fərzəndimanın taşlağıl. Əvvəla fərzəndimanın taşlağıl. Bu mücədlərlərini yolğa başğıl. Yardım dost tutsa tutmasın düstü haq. Yardım dost tutsa tutmasın dəst haq. Verdi bu pəndini ustadım səbəq. İnnəma əmvalikum ni yad qıl. Mal fərzəndinin sən bərbad qıl. İki aləm qıssəsidir o şəbular, üşbular. İki aləm qıssəsidir üşbular. Zinhar o zinhar qıl həzər. Bu cahanın rahatin tərk eylə gəl. Bu cahan zəng ləzzətin tərk eylə gil. Özünü xaç etgil, ölüm din ilgiri, irəli yəni. Özünü xaç etgil, ölümdin ilnəri ya ilgəri. Sinə çaç etgil, əcəldən ilgəri, iləri öncə. Eşq ara bulsa qiyaşım cuşə qıl. Eşq ara bulsa qiyaşım cuşə. Görək bu qiyaş nədir ki, bu çox yerdə indi işlədir. Əcəba bunun mənasını bizə deyə bilir. Qiyaş. Bilsə. Vaje-i Türki qiyaş, günəş, xurşid. Deyir ki, qiyaş şekli کهن‌تر و آذربایجانی واژه است. در ترکی استانبولی امروز به گونش به کار می رود. در متون قدیمی تر ترکی ve گویش‌های آذربایجانی قیاش رایج بوده. Güneşin əvəzinə qiyaş deyirmişlər. Xətt ərəbi qiyaş, latin qiyaş. Türkiye İstanbul'u güneş. Tamam. Bundan izafi bir şey demədi. Eşq ara bulsa qiyaşım cuşə qıl. Dezyanı tərk ilay ni nuş qıl. Dünyanı olacaq bu da. Düzyanı oxudum. Dünyanı tərk ilay ni nuş qıl. İlay ni nuş qıl. Eşq ara bulsa qiyaşım cuşə qıl. Dünyanı tərk ilay ni nuş qıl. İtayın indi hikayət mərgidin. İtayı indi hikayət mərgidin. Kim qulaq salmaz gitar indin. İmadın. Ömr bir güldür ki ya bircə dirəxt. Ömr bir güldür ki ya bircə dirəxt. Bir günü bir bad itar bir bad səxt. İtar əsər edər. Almağay çalt qalmağay aləmdə can. Almağay can qalmağay aləmdə can. Xah geda bulsun gəh şah xahi cahan. Xah geda bulsun ki şah xah cahan. Əhl-i salih canini iltikay səma. Əhl-i salih canini iltikay səma. Cani fasik barğusi təhdüs saray. Bu cahanda qalmağay zi
çala tərik. Bu cahanda qalmağay zی can tərik ya zی çala tərik. Sud yoktur bulsa ger 100.000 çerik. Sud yoktur bulsa ger 100.000 çerik. Fəhmi qılsa hər kişi heyran bulur. Hər imarət aqibət viran bulur. Qalmağay munda şəqinün bəxt. Qalmağay munda şəqi و نیکبخت. ناگهان yetsə əcəl şəh tac و təxt. Çükütsidir bu cahan din ol cahan. Çükütsidir bu cahan din ol cahan. Bulğusidir görğə möhkəm nəhan. Mal و فرزندی anın munda qalır. Mal و فرزندی anın bunda qanır. O gürdə ol yalğuz qalır yatır. O qaranğu qurdə beləsi yox, qaranlıq qurdə qəbir. Qaranlıq qəbirdə. O qaranğu qurdə ol yalğuz qalır yatır. Köçmalı müşküldür dünyadarının. Köçmağı müşküldür dünyadarının. Canidin xoşraqdır ol mərdarının. Tərk-i dünya köçməyi asan bulur. Tərk-i dünya çökməyi asan bulur. Əhli dünya çökmüşü çəndan bulur. Can təlaşım güya çökmək durur. Bu cahan nam و nişanı ütmək durur. Gafila ömrü tü daim bi xəbər. Bulma məğrur dünyağa şam و səhər. Mən nə üçün eyla gönülni şadılar. Qismi bir qəmdin qılay fəryadlar. Kitab dedim bəlkə həttəmən bu kitabın adında deyəcək der beyanı fənn izanın bəyanını itular. Fərzlər besyardır bil ey oğul. Yad al bu pəndəni bulmay məlul. Yad al bu pəndini bulma məlul. Fərzlərdə turtni bilmək fərziyyət ya qərziyyət. Fərzlərdə törtini bilmək fərziyyət. Bir kişidə bardır çəndan sifət. Ki şücaət din bulur güya ki şir ki lətafət din bulur güya ki ir. Cah həmişə birlə o ənqa bulur. Cah məkri birlə ol röya bulur. Tamam, burada da o kitaplardan bir şey yoktu. در بیان فضیلت علمانی ötürür. در بیان طمع qılmaq və yengi badin fərz olmaq. Bu fəslidə nəsihət əhli danalarını isturlar. Tamam, gedək kitabın sonuna. Çünki buradan 71 səhifəyə gəlmişik. Biraz oradan buradan hop bulduq. Amma mən istəyirdim görüm tapmaq olar. Dedim mənim nəzərimə bu kitablarda yazanın adı, əlan biz bildik ki bu adam ki yazıbdı, adı şeir adı Xərabatdır.
biz bunu buradan çıxartdıq. Amma bunu əgər adam oxusa əvvəldən axirə, bunun ehtimal verirəm ki, əsli adın və hansı zamandadır onu tapa bilər. Amma mən gedirəm indi axirə, görüm ki, axir 2 səhifədə bir şeylər tapa bilərik ya yox. Tamam, kitap buradan tarih, burada bir tarih yazıbdı. Bunu tamamen biraz yedim daldan oxuyayım, görüm ki, acaba bir fəslin əvvəli var, fəslin əvvəlində nə deyir burada? Çox uzundur, olsa da bunu tapıb oxuya bilmərəm, çünki 7-8 səhifədən çox oldu. Tamam, bu son 2 səhifəni oxuyaq və kitabı qutaraq. Ötü ömrünün tün əzəng qəstidə, ol həmişə əql canın qəstidə, daim ol adəm bilə sövda qılır, əql و موشینی alıb rüsva qılır, əql و huşini alıb rüsva qılır. Psr zən damidə bu aləm yüzü, şöyle siperzen, elbette psr zən damidə bu aləm yüzü, çıxmaz ol heç vaxtda adəmdin özü, olma çünki heç kim bulmaz xilas, olma çünki heç kim bulmaz xilas, anglağıl buzide yani ey am xas yu pende, anlağıl bu pende an pendeni ey am xas, olma çünki heç kim bulmaz xilas, anlağıl bu pendeni ey am xas, حقه ol perza ömrünün alır. Bunu oxuya bilmədim, nə olar? Haqqə ol perza ömrün alır. Cəm əsbab-ı imaratun qalır. Ey oğul ol siperzən gönlündən dur. Ey oğul ol pürzən ehtimalən gönlündə olur, dur. Qıldırır daim sanga fisk-u fucur. Titer ya yeter ol məkkarini evdin çıqar. O zaman zəngar gönlün din çıqar. Ey bəradər özgəsən özgasın anden umid. Ey bəradər özgəsin anden umid, gözləsən ehtimalən. Bulğay ol vaxt şəm imanın durur. Özsəlar hər kim ümid fani bulur. Üsselar hər kim umid fani bulur. Ol zaman isi ruhani bulur. Xali qılğan özünü olturmaq durur. Xali qılğan özünü olturmaq durur. Nəfsini imanğa qondurmaz durur. Kim çıkarmaz gönlünden nemrudini, kim çıkarmaz gönlünden nemrudini, iki alem görmez ol ma'budini. Her kişi kim bulmasa ondan xilas, bulmagay ol tengridir dergahimde khas. Bulmagay ol tengri dergahimde خاص. İstəsən bulmaq ni Nəmrudin aman. Rəhnima fikrində bul ni xanman. Necə kim bunun əgər sən Rusiya, necə kim
bunun اگر سن روسیاه قل اتینین خاک پای توتیا قل isti qıl istinin xak pay tutiyah. Bu nə də olacaqdır, nə mənasındadır? Tapdı cisminin tərbiyyət bu xakidin. Tapdı cisminin tərbiyyət bu xakidin. Bəhrə almaq əql və fəhm idrak edin. Son səfədir. Görək ki, burada bir tarix kitaba görə tapa bildik. Çox əcibə türküdür bu. Bizim adət elədiyimiz, tanışdığımız Azərbaycan türküyə ya türkəmən türkü deyil. Biraz fərqlidir. Ehtimal verirəm Qəzzaq türkü o tərəflərin türkü iləndir. Bəlkə Cığatay türkü dedikləri ilə bu olacaqdır. Əl yazısı çox fərqlidir. Çox fərqli əl yazısı var. Calibdir. Qılmadın axərqi günni yadlar. Cəmi əsbabının ni həm bərbadlar. Ey oğul hisminin ni qıldın pürdürüs. Nə mənə? Ey oğul cisminin ni qıldın bir dersi, burada şıdır ama dersi qılmadın rəhbər tələb həm ya sana xaliqil gönlünni pəndini al anga. Gafila ömrü ötü daim bi xəbər. Gafila ömrü ötü daim bi xəbər. Halgünün ni pak yarak yıl şam و səhər. Mən necünk ila göngül ni şadlar. Qısı bir qəmdin qalay fəryadlar. Qıssa bir qəmdin, həmən qısı bir qəmdin qalay fəryadlar. Tarix siliblər, calibdir. Buradan bu üzəni siliblər, tazaşdan yazıblar. Tarix. Burada bir şey yazıbdır. Li muhtamam. Burada bir şey yazıb. Sahibi təsnif irdi xoşzati. Sahibi təsnif irdi xoşzati. Haqqə məlumdur anun ati. Adı məlumdur haqqa. Yetildə irdi zikri tildə irdi zikri illallah. Dildə ima münacati. Hər təmənna üçün kişi barsə çıqar ardı qaşda hacati. Buranı heyf olsun. Burada bəllidir, silinibdir. Abcəd hesabi ilə nə olur? Görək nə olur möhtəməm. Möhtəməm əcəb hesabı ilə nə olur? Əbcəd kəbir hesab. Layaq. Huruf və dəyərləri. Mim 40. 2 dana mimdir 40 olar. Hərəsi 40 olsa 80 olar, o qalsın. H 5'dir. T 400'dür. Mim 40'dır. Gene mim 40'dır. Aha, əvvəldə bir dana mim var idi. Cəmi olar necə? 525. Möhtəməm 525 əbcəd kəbir ilə. Əbcəd səğir ilə یا معنای رمزی جفری عدد 520 رو توضیح بدهید. این یا این اسم را با اسم دیگری مقایسه ابجدی کنیم. یا خیلی اول چی؟ ابجد صغیر و جفری. ابجد صغیر و همچنین ابجد معنای رمزی.
ya da Cəfri. Görək nədir? Amma 525-i yazaq burada ki, möhtəməm. Əbcəd nə olar? Əbcəd. Bunlar nə mənə? 525. Yaxşıdır bu. Əgər bu belə olsa, 525-də hüdudən 900 il bundan qabaq yazılmış olar. Amma bunu indi görək ki, beləsi nə çıxır. برای محتمم هم ابجد صغیر رو میگم و هم توضیح جفری رمز حرفی بدون فالگویی فقط بر اساس قواعد سنتی. ابجد صغیر محتمم در ابجد صغیر عددهای بزرگ به عدد یک رقمی برجانده می شود. مثلا mim 40 olar 4. H 5 deyil 5 qalar. T 400-dür 4-ə yenər. Mim 40-dır 4-ə yenər. Mim 40-dır 4-ə yenər. Cəmi olar 21 və əgər səğir kamil əlif dəlalət ədəd 3. عدد در نشانه کمال نسبی تعادل عقل دل و عمل آغاز پس از نقص پیوند با بیان فهم و نظم ذهنی در سنت قدیم عدد 3 عدد ظهور است. بررسی حرف محتم حروف غالب میم 3 بار تکرار شده دلالت بر قوت باطنی تمرکز محافظه‌کاری میل به درونگرایی و اندیشه. ه نفس، جان، حیات، تنفس. ت نظم، حد، اندازه، دقت. جمع‌بندی جفری اسم محتم در قرائت جفری اسمی با غلبه حرف میم دلالت بر فردی درونگر دقیق اهل تأمل با قدرت پنهان و صبر. عدد نهایی 3 تعادل قابلیت رشد. خلاصه نهایی ابجد kəbir 525 ابجد səğir 21 3 tamam bunları keçək. 525 belə nəzərə gəlir ki, indi burada üstdə li muhtəmmim yazmışdı, burada mütəmmim. Mən fikirəm tarix elə li mütəmmim düz olacaqdı. Yəni bu 525 civarında dəqiq gəlmir. Zahirən bunu bir dəfə də dedik, bir 10 il bir dənə ayrısını belə çıxartmışdıq, fərq elirdi. Nəzərimə gəlir ki, o əbcəd ilə dəqiq çıxadamırlar. Yəni dəqiq tarix deyək ki, il dəqiqdir, gün dəqiqdir, o çıxmır. Amma həndəvəri çıxır. Yəni o şey ki, hudud, ərəbcə hudud deyirlər. Bizdə civarında, dövrəbərində, o dövrəbərdə çıxır. İndi bunun bəlli olan 500 Hicri qəməridə 525 Hicri qəmərinin o yüz bu yüzlük bir indi 5-10 il o yüz, 5-10 il bu yüz o zamanlarda bu yazılıbdır. Bir də əcəba bu ne? Mühtəməm yox elə istəyirdim burada bir dənə də sıqoy. Möhtəsəm olsa nə olsa. Aha 2 dənə mim var idi ha? Bəli 2 dənə mim var idi. Onu islah eləyim ki bunu şey olsun. Yaxşı təzəşdən bunu yazsın. Əgər möhtəsəminin olsa mim 40-dir, h 5-dir, t 400-dir, sin 60-dir, mim 40-dir, o da mim 40-dir. Cəmən olar 585. Əgər sin ilə də yazsaq möhtəsəm 2 dənə mim ilə o da olar 585 Hicri qəməri. Tamam. İndi baxaq görüşə burada tarixi möhtəsəm ya möhtəməm təb'i tarixi karidir. Yelniz cami xərabati. Yalnız olacaqdı elmə. Yalıngiz cami Yalıngiz cami xərabati. Bu da xərabatı adıdır amma təsnifi kəminə Molla Məhəmməd Seyyid Hac deyəcək. Tamam. Təsnifi Molla Məhəmməd Hac nə mənə? Molla Məhəmməd xan. Molla Məhəmməd Seyyid xan. Adı budur. Molla Məhəmməd Seyyid xan. Molla
Muhammed Seyidxan. Tamam. Adını tapdıq. Çünki tarixə 100 bunu beləsi tutaq. Səfərqə irdi olan yiyətə əzəl yurti seyidlə موضعیده یتولدی الکتابو هم نشول بارده چیگورacak موضعیده Molla Haşim Ətemni sürsalar görün bunu. Çoxlu adlar burada gəldi indi. Çünki tarixə 145. Calibdir. Tarixi 145. Hicri qəməri. Çünki tarixə 145-də səfərqə irdi. 10 sənə ola bilər ya 17 ola bilər. Bu beləsi İş bu bu kitabını yadgar üçün bırağız duağa ümidvar üçün. Bu kitabını yadgar üçün bırağız duağa ümidvar üçün. Tamam ettim bu kitabını hem şəb-i rüz ey mizan-ı eydi kem biyaguz. Ey mizan idi kem biyaguz. Ətemni sorsalar mertebe alem Ətemni sorsalar mertebe alem çıgur çağ موضعیدن Molla Haşim Çıgurçaq موضعیدن Molla Haşim. Molla Haşim kimdir bu da? Molla Haşim Petuldi bu kitap hem şulden de Əzəl purti islilə muzidə. Calibdir. Burada bu kitaba görə gözəl məlumat verir. Əvvələn bu deyək ki 525 ilə 585-in arasında yazılıbdır. Belə nəzərə gəlir. Amma burada özü bir dənə tarix yazıbdır. Elə eyni xətt ilə yəni buradan gələk oxuyaq. Zahirən bu tərəfdən oxuyaq, gələk bu başa. İşburum bu kitabını yadgar üçün bir ağız duağa ümidvar üçün. Tamam etdim bu kitabını hem ruzu şəb ay mizan ide eydi kem biyaguz. Ay mizan idi. Görün bu ay mizan nə çıxar? Ay mizan bər əsas-ı əbcəd.
Ay 1, Y 10, ay olar 11, mizan 40, 10, 7, 1, 50, 180, o da 11, 191 olar. Beləsi də olsa olar 119. Tamam, 119. Burada ne demişti? Demişti 145'te. O değil. Ay mizan idi. Kim? Bili göz ya. Bili göz. Atım ni sürseler meratib alem. Atım ni ne demek oğlu? Dəstəli teynəndi. Atım ni sürseler merati alem. Çıgur çağ موضعدن ملا هاشم پتولدی bu kitap hem şul diyarda ازل پورتی سیدle موضعده çünkü tarixə 145'də səfərə irdi olan yetə. Belə bir şeydir. Bu 145 çox mühümdür. Bir də o. Bu iki dana. Mən bunu baş tapmadım ki 145 Ya Rabbi lütfü tefeyli arşi azam il gözgə qıl xəddüm mükerrem il gözgə millətin gözündə il gözgə qıl xəttüm mükerrem şərməndə-i gərçi rusina mən həmdünün məzarğa aşina mən həmdinin həzarğa aşina mən katibi caşım تلاکم نیبر من کاتبی جاشم یا جهاشم تلاکم نیبر گلگار نمنی رحمت نوری لسر سر من نبدعو الحگیر الفقیر عبدالمزنب کاتب bu sonra yazılıb. Bu Abdülnemen'e sonra yazılıbdı. Bunu yazan şöhrəti xərabatidir. Molla Muhammed Seyyidxandır. Adı Molla Haşim Nəkarədir burada. Bunu dostlarımız bunu mənə yaxşı oxurlar. Onlar bu bölümü oxusalar, bəlkə bu kitabın bir ayrı nüsxələri də olsa bunu kamil tapmaq olar. Əgər bu kitab 145-ci ildə yazılmış olsa, indi bunu hesablayaq. İndi 1447-dir. Əgər bundan çıxsaq 145, 1302 il öncə bu kitab yazılmış olar. 1302 il öncə yazılmış olar. Ola bilər. Tamam. Əgər 500 indi bunu əgər 1447-dən çıxsaq 525-də yazılmış olsa, əgər 525-i hicridə yazılmış olsa 922 il öncə yazılmış olar. 922 il öncə yazılmış ola bilər. Yəni bu kitaba indi 2 dana mən tarix gördüm. Mənim nəzərimə 500 çox ağlıma batır. Çünki 145-də hələ ərəb xətti, türk xətti o qədər inkişaf eləməyib. Düzdür. 145-də görək ki, bir dənə burada bir sualla başlayayım. Burada
Bunu biraz araşdıraq. Əcəba %145 Hicri qəməridə Abbasilər tərcümə çağına girmişlərmi? بله تقریبا در همین دوره وارد آغاز جنبش ترجمه شدند، اما با یک توضیح دقیق تاریخی. آیا در 145 هجری قمری عباسیان وارد عصر ترجمه شده بودند؟ ترجمه لیپ من یازدم. بله آغاز آن شروع شده بود ولی هنوز به اوج نرسیده بود. توضیح تاریخی دقیق تر. 145 هجری دوره خلافت ابو جعفر منصور عباسی خلافت 136'dan تا 158 هجری قمریه در زمان منصور ترجمه متون علمی فلسفی از یونانی، پهلوی، سلگانی، هندی به عربی آغاز شد. تمرکز اصلی نجوم، ریاضیات، طب، منطق و حکمت عملی. نمونه هایی که olublar. احتمال kitabın adı Xərabaati adla bir şair tanınır ki Məsnevi Xərabaati adıyla da bir kitap sahibi olmuş olsun mu? Cüraq tanınır mı? آیا شاعری با تلخیص خراباتی شناخته می شود که کتابی با نام مسنوی خراباتی داشته باشد؟ کلاسیک خیر. خراباتی تخلص است یا صفت. خراباتی بیشتر صفت و مشرب است. یازاق چی؟ نام شعری یک شاعر ترک با کتابی در حدود 426 صفحه‌ای است. با کتابی در حدود 426 صفحه‌ای است. جراخچی ندیره. با əsəri şeyə yazıbdı, Orxan Pamuk'u gətirdi. Xəbəri yoxdur, lağəl axtarmır. Amma bu hangi kitabxanada idi? Onu da bilmirik ki. Görək bunu harda saxlanılır. Qeydaq bir də əvvələ baxaq. Bir şey. Aha, bu şeyi ki belə qoyublar. Bu Amerikada bir danışgahdadır. Belə görmüşəm. Bir kitabı oradan gördüm hocam. Ya İngilistan'da idi, harda idi. Bu kitaplarda beləsi qoymuşdu. Onu oradan görmüşdük. Bunu da oxuya bilmədik. Məsnevi Xərabaati. Aya əcəba, türkcə yazaq. Əcəba. Adlım kitabxanaların fehristindən Məsnevi Xərabaati adla tanınmış bir kitap haqda məlumat, bilgilər toplaya bilərmisin? Görək ki, toplaya bilərmi?
نه من واقعا نام یک اثر و مجموعه شعری بوده است و به ویژه در ادبیات اوغوز، اویغور و آسیا مجاز شناخته شده است. بله، از منابع ادبی آکادمیک و مراجع علمی مشخص می شود که مثنوی خراباتی یا مثنوی خراباتی واقعا نام یک اثر و مجموعه شعری بوده است و به ویژه در ادبیات اوغوز، اویغور و آسیای مجاز شناخته شده است، نه صرفا یک اصطلاح عام در شعر فارسی یا عثمانی. اطلاعاتی درباره مثنوی خراباتی: نام اثر: این اثر با عناوین مانند کلیاتی مثنوی خراباتی یا دیوانی مثنوی خراباتی در فهرست منابع و نسخه های خطی دیده شده است. معادلش در زبان اویغوری ترکی آسیای مرکزی به معنی کلیات یا مجموعه مثنوی های خراباتی است. پدید آورنده: کتاب به محمد عبدالله خراباتی. Burada Abdullah'ı yazmıştı. Ahirine cessah. Ahirinde burada yazmıştı ki Abdullah'ı. Tamam. Qeydaq yine buradan. Bu Abdullah'ını gördük. Kitab به محمد عبدالله خراباتی، محمد عبدالله خراباتی نسبت داده شده. شاعر و متفکر اهل آسیای مرکزی، احتمالاً قرن 17. برخی پژوهشگران میگویند او مثنویش را به شکل شفاهی میسروده و شاگردانش آن را نوشته‌اند و بعدها در نسخه های مختلف جمع‌آوری شده است. موضوع و محتوا: bu قرن 17 میلادی deyəndə, yəni onlar 400 il bundan öncədən, 400 ta 500 il 17 olur məsələn şeydə 1600'lər. 1600'lər olanda deyək 1650. Onu bir hesaplayayım burada. Bunu silah 1000 deyək hələ 650, ondan çıxsaq 2025 hələ deyək 370 il bundan öncə, 75 il bundan öncə, 400 il civarında öncə bu deyir yazılıbdır. Amma bunun özü iki dənə bizə tarix verir. Biz o tarixləri görmədim tuta bilmərik ki. برخی پژوهشگران میگن او مثنویش را به شکل تمام. موضوع و محتوا: طبق منابع این مثنوی بیشتر شامل حکمت، حدیث‌های عرفانی، داستان‌های اخلاقی و پندآموز بوده است. اون gördük. موضوعاتش درباره معرفت نفس، اخلاق، روحانیت، تجربه زندگی شاعر، رابطه انسان با جامعه و خدا آمده است. نسخه ها و نشرها: نسخه های خطی و چاپ های قدیمی در کتابخانه ها، آرشیف ها و دانشگاه ها در منطقه خودمختار اویغور سینکینگیانگ، چین، ازبکستان، سوئد یافت شده است. نسخه مدرن چاپ معاصر نیز در سال 2009 توسط خینجیانگ پیپلز پابلیشینگ هاوس زینگیانگ پیپلز پابلیشینگ هاوس توسط منتشر شده است. نسخه خلاصه و برای نوجوانان. اهمیت ادبی: در ادبیات اویغوری و آسیای مرکزی مثنوی خراباتی یکی از قدیمی‌ترین نمونه‌های مثنوی عرفانی است که بین مردم محبوب بوده و نسخه‌های متعدد دارد. این اثر بخصوص در مناطق ترک زبان مانند آکسو، قشقر، تاشکند و اطراف آن شناخته می‌شود و عمرش به حدود به قرن‌های 17 و 18 میلادی می‌رسد. خلاصه بله، مثنوی خراباتی واقعی است و نام یک کتاب شعری کلیات مثنوی بوده که به محمد عبدالله خراباتی نسبت داده شده است. Biz burada üstə yazdıq Molla Muhammed Seyyid Xan. Molla Muhammed dedi mənə Molla Muhammed Abdullah Xarabati deyibdi. Abdullah Xarabati. Mən bunun qabağında 3 dənə əlaməti sual qoyuram. Özünü də salam xəttin içinə. Çünki bu o içindəki tarixlərin heç birisi ilə tutmur. این اثر در آسیای مرکزی فلان شناخته شده است. فهرست نسخه خطی این کتاب رو پیدا کنم. تمام تاپ جوراخ. فهرست نسخه خطی. فهرست نسخه های خطی. نسخه کامل در دانشگاه لند. گونار جانگ کالکشن. گونار جارینگ یا جارینگ کالکشن. Sueddə hudud 211 səfədir. Yəni 400
22 səhifədir. Nüsxه مستقل و کاملی مثنوی خراباتی به صورت خطی در قرن 20 یا 19 میلادی نسخه برداری شده. نسخه yazıblar. این نسخه یکی از معتبرین منابع برای مطالعه متن اصلی. نسخه های متعدد در منطقه آسیای مرکزی، نسخه های پراکنده در کتابخانه و آرشیو ها. این نسخه ها معمولا مثنوی خراباتی در دسترسند و در مراکز مختلف نگهداری می شود. کتابخانه ها، آرشیو های منطقه خودمختار اویغور، کتابخانه تاشکند ازبکستان، نسخه های خصوصی یا ذخیره در سوئد. نشر تمام این دیاق چی؟ Acaba Sued'de ve Taşkent'de dedi ha. Taşkent ve Taşkent'de olan nüsxələr download üçün müdürlər acaba onların linkin verer misin? چرا؟ من نسخه خطی مثنوی خراباتی نوشتم به طور مستقیم از منابع آنلاین برای دانلود معرفی شده پیدا کنم. یعنی لینک دانلود مثل PDF از نسخه خطی سوئد یا تاشکند در پایگاه باز و عمومی در استنس و لیتر رسمی جایی که احتمالاً میتونم به نسخه دسترسی پیدا کنید پیدا کردم. مجموعه جارینگ در دانشگاه این کتابخانه یکی از بزرگترین مجموعه‌های دست‌نویس آسیای مرکزی را دارد که نسخه ای کامل از دیوان مثنوی خراباتی حدود 200 در آن با شماره قفسه فلان موجود است. صفحه رسمی بدون nüsxə download. Özün görsətsə, birazını oxusaq tamamdır. 2017-də Nylander falan PDF daxil bu. Əgər bu olsa full item tamam. Acaba bu nədir? Repository falan handle falan. World Library and Information Congress. Papers and presentations. One Nation, One Subscription, the transformative framework for equitable and sustainable open science in the global south. Buradan bir şey çıkmadı. O da ki o değil. Bir tane de gedəcək buradan görək o birisi nə idi? Annotated Turkey manuscripts from the Jaring collection online. Salam. This excessive. People's annotated Turkey manuscript from the Jaring collection online manuscripts. Tamam manuscriptlərdən nə xəbər? Digital facsimile, line by line transcript, text translation, linguistic annotations, sentence review. Licensing information is available here. Manual of artisans. Oh, okay, you're the fulan. The love of the couple of the lovers. Vegetable oil marks. Collection of the forms and the families on different occasions. Padişah Yorkland.
Biography of Yut Bibi Padişah. Manual of the People of the Dervishes. Manual of Bibliomancy related to Sheikh Jafar Sadiq on the Abjad system. Collection of the tales. Biography of Khoja Muhammad Sharif Yusuf and Zuleikha. The verses on biography of Haft Muhammad Padişah. Amalt with prayers for different occasions. Interpretation of the Quran. Treatise on the human beings and the body, the meaning of zikr. Different works. Okay, bunlar da var ama görək burada bir zaman bir iş görebilirdik. Ne yazaq şeyi adı neydi? Tamam. Yəni bu əcələ ilə olmaz da, istəyək belə bir şey tapaq mümkündür ki, saatlar vaxtımızı aparaq. Eləyə bilək ki, onu tapaq. Hər halda bu kitab, bunlar deyirlər ki, hangi tarixdə? 17-ci qərndə, yəni 1600-dən 1700 arasına Məsihi illəri ilə o illərdə yazılmış bir kitabdan bunlar danışırlar. Ola bilər, mən bu haqda bəhs eləmirəm, amma bu kitabın özünün içində yazılan əbcəd ilə çıxan kəlmə 525-dir və o şey ki, özü yazıbdır öz xətti ilə 145. Yəni mən bunu qoyub gedib təzəşdən bir ayrı mənbədən axtarmağı görmürəm, amma ad burada Abdullahi yazıblar bunu. Amma özü üstə bir yerdə yazmışdı ki, Molla Məhəmməd Seyidxan. Öz adın Molla Məhəmməd Seyidxan yazıbdı ki, ola bilər elə bu olsun. Molla Məhəmməd Abdullahi Xərabati məsələn beləsi bir şey də ola bilər. Yəni mən orasının bəhsinə girmək istəmirəm. Onun üçün Allaha şükür olsun, bir dənə türklərin yaratdığı Azərbaycan və Türkiyə türkündən, ləhcələrindən, türküsünün ləhcələrindən başqa bir türküdən bu günləri bir kitabın oradan-buradan biraz oxumağına çalışdıq. Mən türkü oxumadığımız üçün çox zora düşdük. Bu ləhcədən tanışlığımız olmaq üçün çox zora düşdük. Bu kitabın yazısının dünyada bir cürə olduğu üçün iki cürəsi yoxdur. Ona görə şeyə düşdük. Ola bilər ki, o Molla Haşimdən də söz gəldi. O Molla Haşim də nüsxə yazan ola. Yəni bunu da orada bir nəzərə almaq istərəm. Kitab 426 səhifəlik idi və məsnəvidir. Məsnəvi də bilirsiniz, müxtəlif dastanlardır, nəsihətlərdir ki, eşidirik burada və gördük bunu biz bu şəxsiyyətdən. Allaha min mərtəbə şükür olsun, bizə bu günləri ömür verdi bu türklərin yazdığı əsəri ilə. Ən azı bu 450 ilin kitabıdır, ən azı və ən çoxu 1300 il bundan qabağın əsəridir
ortalama ola bilər ki, onu çıxartmadım, neçə il bundan qabaq olur. Onu da çıxadaq. Əgər indi 1447-dir, bundan çıxsaq 550, 525 ya 585 hətta bu tarixlərdən birini çıxsaq fərq eləməz. 525 çıxsaq 922 il olar. Deyək 9 il buna. Yəni deyək ki, hətta bunu gətirək 25 il, yox 55 o birisindəki dedik neçə idi? 25 ilə 81 arasında. Bunu eləsək məsələn 25 eləsək 50 eləsək bunu üstdən də 30 gəlir aşağı, yəni 20 gəlir, orta tutarıq. Yəni deyək 50-55 bu hüdudda eləsək orta olar. Orta tutsaq məsələn 900 il bundan öncə yazılmış bir kitabla üst-üstə qarşıya çıxırıq. Tamam. Gözəl, bunu da əlavə elədik. O da qalsın orada. Allaha şükrlə sizlər də Allaha tapşıraq. Əgər Allah ömür versə, məsləhət görsə, bir ayrı gün, bir ayrı Türk kitabı ilə tanış olar.